neçə illərdir Rusiyada, buradan evə getmirəm ki, yenə bu günün sabah işləyim, qazanım, göndərim ki, balalarım qarnı az yatmasınlar. Ata hissi, ata tərbiyəsini görə bilmirlər. WhatsApp-la mən övladımı tərbiyə eləyirəm, ilham eləyirəm. Hamısı sənin ki, bax, sənin atomun, bir də sənin günahındandır. Bildiniz? Somsa deyim, gəlim, təşəkkür edirəm də Leylindən ki, 4 il vətəndaşım olmuşam. Çətinlik çəkmədim mənim valideynlərim. Mənim valideynlərim bunun dövründə çətinlik çəkməmiş. Kim necə qəbul edəcək, eləsin, mənim vecimə də deyil. Amma ilham eləyir. Nəticə budur ki, Sumqa ilə gəldirəm, bax. Mənim kimi kişilər küçələrdədir, bax, Sumqa çeyində bu şəhərdən o şəhərə. Polisi də, Azərbaycan polisindən də mehribanlıqların polisi. Bəlkə elə deyil, düz də hamısını demirəm. Amma fakt elədir də, qabağıma çıxanları elədir də. Yaxınlaşdığın qanunla danışırlar, adamla mədəni formada, yol bilməyənə yol göstərirlər. Belə olmaq lazımdır da, niyə olmursunuz ki? Ancaq tatlayın, döyün, əzdəliyin. İnsanlarımız əzdəliyin, vətəndaşı əzdəliyin. Mən təbii ki, həmşə deyirəm və şübhə edirəm, o geyinən libasın altındakı Azərbaycanlı ola bilməz. Onu həmşə deyirəm. Onlar ola bilməz, bu mitinglərdə də görmüşük ki, onlar başqa dillərdə danışırlar. Onlar Azərbaycanlı ola bilməz. Onlar Azərbaycanlı ola bilməz, adam öz millətini özünə sala bilməz. Nə olsun sən polis? Amma Heydər, sənin dövründə, İlham, sənin dövründə mənim valideynlərim də əziyyət çəkir, bu gün də mən əziyyət çəkirəm və mənim ballarım da əziyyət çəkir. Bildiyin İlham eləyir. Uşaq pulu niyə vermirsən ki? Ver də uşaq pulu. Ver də işdən, gücdən təmin elə də. Mənim ağzımı sudurmasın, qapıma getməyin. Mənim qapıma valideynlərimi, uşaqlarımı, nə aləmi xox gəlmir.